Hər kəsə salam. Kursa qəbul və güzəşt imtahanı 9-cu sinifin suallarına baxaq. 27 aprel tarixində keçirilmiş sınaq imtahanıdır bu arada. 61 nömrəli sual. X 2-dən böyük 3-dən kiçik olarsa, modulda x-2 üstəgəlsin modulda x-3 cəmini tapın deyir. Bu x-in bu aralıqda verilməsinin məqsədi ondan ibarətdir ki, x-in 2-dən böyük 3-dən kiçik olduğunu bilək və modulda onu nəzərə alaq. Bilirik ki, moduldan mənfi çıxa bilməz. X çıxılsın 2. X 2-dən nədir? Böyükdür. Yəni x-2-nin qiyməti müsbət olacaq. Ona görə onu olduğu kimi də çıxarıram moduldan. Üstəgəlsin. X-3-də isə x 3-dən nədir? Kiçikdir. Yəni x-dan 3-ü çıxsam burada cavab mənfi alacağam. Amma moduldan mənfi çıxmaz deyə modul içərisində bunların yerlərini dəyişirəm. Yəni mən bunu çölə 3 çıxılsın x şəklində çıxardıram. Burada da x-in biri müsbət, biri mənfidir. İslah oldular, qaldı mənfi 2 üstəgəl 3, o da bizə verir müsbət 1. Doğru cavab C variantı. 62. Bu ifadənin qiymətini tapın. Bu ifadənin praktiki üsulda həlli ən rahat üsulu, əgər ortada hər hansı bir nöqtələr yoxdursa, yəni sadəcə 4 dənə kəsirin cəmini verib də burada. Birinci kəsirin məxrəci ilə sonuncu kəsirin məxrəcindəki bu sonuncu vuruğu götürürük. Bərabərdir. Yazıram 2 vur 18. Surətdəki birləri toplayırıq. 1 üstəgəl 1, üstəgəl 1, üstəgəl 1. 4 dənə 1 var. Yəni olur 4 bölünsün 2 vurulsun 18. Bu da bizə neçə verir? 9'da 1. Doğru cavab A bəndi. 63. Perimetri 90. İti bucağı 60 dərəcə olan paralelogramın kör bucağının diaqonalı bu bucağı birin 3-ə nisbətində bölür. Paralelogramın tərəflərini tapın. Da ki bu paralelogramdır. Bilirik ki, paralelogramın perimetri necə hesablanır? P bərabərdir 2 vurulsun A üstəgəl B. Bura A olsun, bura B olsun. Deyir ki, iti bucaq 60 dərəcədir. Yəni, bura 60 dərəcədir. Və kör bucağının diaqonalını çəkirik. 1-in 3-ə nisbətində bölür. Buraya deyirəm, 1-in 3-ə nisbətində x yazıram. Buraya da yazıram 3x şəklində. Və baxıram ki, burada nə var? 2 dənə paralel düz xət və onları kəsən 3-cü xət. Burada nə cür bucaqlar əmələ gəlir? Burada əmələ gəlir daxili çarpaz bucaqlar. Hansı ki, bu x ilə bu x daxili çarpazdır. Yəni, buraya da x yaza bilərəm. Burada nə əmələ gəldi? Bir dənə 3 bucaq. 3 bucağın da daxili bucaqların cəmi bilirik ki, 180 dərəcədir. Yəni, yaza bilərəm ki, 60 üstəgəl 3x, üstəgəl x bərabərdir 180 dərəcə. 4x bərabərdir 120, x də bərabərdir 30. X əgər 30-dursa, bura bucaq 30 dərəcə oldu. Burada 3 vur 30, 90 dərəcə olacaq. Burada nə əmələ gəldi? Düz bucaqlı 3 bucaq. Və düz bucaqlı 3 bucaqda bilirik ki, 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Burada 30 dərəcəli bucağın qarşısındakı katet A-dır. Hipotenuzu isə B-dir. Yəni, burada artıq çıxır ki, A nəyə bərabər olur? B-nin yarısına. A, B-nin yarısına bərabərsə, B də 2A-ya bərabərdir. Doğrudur mu? Bu yazdıqlarımı, bunu deməyək də, B bərabərdir 2A-nı gətirib, bu perimetrdə yerinə yazacağım. Perimetr 90 idi. 90 bərabərdir. 2 vurulsun, A üstə gəlinsin. B-nin əvəzinə yazıram 2A. 92-yə böləm 45 bərabər A üstə gələn 3A-ya. A da bərabər olur buradan 15-ə. A 15 isə B nəyə bərabər olacaq? 2 vur 15, 30-a. Bizdən paralelogramın tərəflərini istəyirdi. 15, 30, doğru cavab C bəndi. 64. Üçbucağın tərəfləri 5, 6, 7 cm-dir. Onun böyük tərəfinə çəkilən medianın uzunluğunu tapın. Bilirik ki, tutaq ki, bu üçbucaqdırsa, tərəflərini qeyd edeyim. 5, 6, 7. Bu 7 tərəfinə çəkilən medianı soruşur bizdən. Median da düsturuna görə n bərabərdir. 2-də 1 vurulsun kök altı. Digər tərəflərin kvadratlarını 2 mislini toplayırıq. Yəni 2 vurulsun 5-in kvadratı. Üstəgəl 2 vurulsun 6-nın kvadratı. Çıxırıq tərəfə çəkilən medianın kvadratını. Yəni 7-nin kvadratı. Bərabərdir. 2-də 1 vurulsun kök altı. 5-in kvadratı 25-dir. 2-yə də vuranda 50 alıram. 6-nın kvadratı 36. 2-yə vursam 72 alıram. Çıxılsın 7-nin kvadratı 49. 50-dən çıxırıq 49, 1. 72-nin üstünə 1 gələndə alırıq 73. Kökdən də 73-dən heç nə çıxmır. 2-də 1, vur 73. Doğru cavab olur B bəndi. 65. A 4, 3. 3 rəqəmli ədədi 3-ə tam bölünərsə A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. 3-ə bölünmə əlaməti nə idi?
3-ə bölünmə əlamətinə görə rəqəmlərin cəmi 3-ə bölünməlidir. Yəni A + 4 + 3 bərabər A + 7. Bu cəm 3-ə tam bölünməlidir. Burada A-ya hansı qiymətləri versəm 3-ə tam bölünər? Məsələn, A-ya 2 desəm, 2 + 7 9 edəcək, 9 3-ə tam bölünür. Demək 243 də 3-ə tam bölünəcək. Daha sonra A-ya 5 desək, 5 + 7 12 edir, 12 3-ə tam bölünür. Deməli 543 də 3-ə tam bölünəcək. Daha sonra 8 yazsaq əgər, 8 dəfə 7 15 edir, 15 3-ə tam bölünür. Deməli 843 ədədi də 3-ə tam bölünəcək. Bunların cəmini istəyir bizdən 2 + 5 + 8 bərabər 15. Doğru cavab Y variantı. 66 nömrəli tapşırıq. Trapeziyanın diaqonalı onun orta xəttini 6 sm və 20 sm olan hissələrə bölür. Bu trapeziyamızdır. Orta xəttidir. Və diaqonal. Bu diaqonal olsun. Onun orta xəttini bölür 6 və bura olsun 6, burada olsun. Daha doğrusu bura kiçik yerdir. Bura 6 olsun. Burada olsun 12. 6 və 12 nədir? 20. 20 sm olan hissələrə bölür. Trapeziyanın böyük oturacağını tapın deyir bizdən. Baxıram ki, burada nə əmələ gəlib? 2 dənə üçbucaq. Bir üçbucağımız budur. Digər üçbucağımız isə budur. Düzdürmü? Və bu üçbucaqların da orta xətləridir. Əgər üçbucağın orta xətti 6-dırsa, oturacaq nə olacaq? 6-ın 2 misli, yəni 12. Orta xətt 20-dirsə, oturacaq nə olacaq? 40. Bizdən də istəyirdi böyük oturacağı 40 sm. Doğru cavab A bəndi. 67. Cədvəldəki bütün ədədlərin neçə faizi naturaldır? Neçə dənə ədəd var burada? 10 dənə ədəd var. Neçə dənəsi naturaldır? 8 və 4 naturaldır. Çünki 1, 2 natural ədədlər sayma zamanı işlədilən ədədlərdir. Burada sadəcə saya bildiklərimiz 4-dən 8-dir. Biz demirik 3-də 1 dənə kitabım var və yaxud da -4,9 dənə dostum var. Ona görə mənfiləri, kəsirləri atırıq. Sadəcə tamlar götürürəm, yəni naturallar götürürəm. 4 və 8. Neçə dənə oldu? 2 dənə. Yəni 10-da 2. Faizlə dediyinə görə buradan 100-ə də vururuq. Olur 20%. Doğru cavab D bəndi. 68. A ilə B paralel olarsa, yəqin ki A ilə B bunlardır. 2x istəyir bizdən. 2 dənə paralel düz xətt və onları kəsən 3-cü xətt. 3x-la 7x burada daxili bir tərəfli bucaqlardır. Və daxili bir tərəfli bucaqlar biri iti, biri kordur. Deməli bunların cəmi nəyə bərabər olmalıdır? 180 dərəcə. Yəni 10x bərabərdir 180 dərəcə, x də bərabərdir 18. Bizdən 2x istəyir. Yəni 2 vurulsun 18 istəyir. Bu da olur 36 dərəcə. Doğru cavab D bəndi. 69 nömrəli misal hesablayın. Burada mənfi var. Bu mənfini saxlayıram olduğu kimi yerində. Modla baxıram. -12 çıx 15. Bu bizə verir -27. Hələ ki yerində saxlayıram. Modla da dəymirəm. Üstə gəlsin. Moduldan -3-dən müsbət 3 çıxır. 3-ün də kvadratını yazacağım burada. Üstə gəlsin. Mod 16-dan da çıxır 16. Bərabərdir. Buradakı bu -27 çölə müsbət 27 olaraq çıxır. Amma qabaqdakı mənfini də olduğu kimi burada saxlayıram. Yəni -27, üstəki 3-ün kvadratı 9, üstə gəlinsin 16. -27 üstə 9 yəni -18, -18 üstə 16 gəlindir -2. Doğru cavab Y bəndi. 70 nömrəli tapşırıq. P 5 - x bərabər 3x kvadratı çıx 4x üstə gəl 6 çoxaltısı verilib P2-ni tapın. P2 demək buradakı ifadənin yerinə 2 qoymaq deməkdir. Yəni 5 çıx x bərabərdir. 2x burada nəyə bərabər olur? 3-ə. İndi gətirib biz x-in yerinə harda x gördük, yerinə 3 yazmalıyıq. Yəni 3 vurulsun 3-ün kvadratı, çıxılsın 4 vur 3, üstə gəlinsin 6. Bərabərdir. 3-ü vururam 3-ün kvadratı, yəni 9-a 27, çıxıram 4 vur 3, 12, üstünə də gəlirəm 6-nı. 27-dən 12 çıxanda 15, 15 üstünə 6 gəlsəm 21. Doğru cavab C bəndi. 71. A-nın hansı müsbət qiymətində? Bu tənliklər sisteminin həlli yoxdur. Tənliklər sisteminin nə zaman həlli olmur? A1 bölünsün A2 bərabərdir. B1 bölünsün B2 fərqlidir. C1 bölünsün C2 halında bu sistemin deyirik ki, həlli yoxdur. İndi verilənləri yazıram. A1-in yerində də anıb A da anıb. A2-nin yerində 4. B1-in yerində 9, B2-nin yerində A
fərqlidir. S1-in yerində 1, S2-nin yerində 7. Onsuz da bu hissə fərqlidir. Ona görə bura mənə lazım deyil. Atıram. Atıram və mənə lazım olacaq təkir bu bərabərlik hissəsidir. Bu bərabərliyi həll edir. Çarpaz vururam. A-nı A-na vuran deyir. A-nın kvadratı 4, 9, 36. Buradan da A bərabər olur plus minus 6-ya. Bizə nə istəmişdi? Müsbət qiyməti. Ona görə müsbət 6-nı götürürük. Cavab B bəndi. 72. EBOB 12x kvadratı, y kubu, 9x 4y kvadratı ifadəsi aşağıdakılardan hansına bərabərdir? Baxıram ki, burada nə edə bilərəm? Ortaq vuruq çıxarda bilərəm. Bilirik ki, EBOB-la EKOB-da ortaq vuruq çıxarda bilirik. Ortaq vuruq nədir? 12 ilə 9-a 3-dür. X kvadratdan x 4-ə x kvadratıdır. Y kubu ilə y kvadratına da y-ın kvadratıdır. Yerdə nə qaldı? EBOB 12-ni 3-ə bölürəm 4, x kvadratdan x kvadratı 7x, y kubunda y kvadratına bölürəm, bir dənə y qalır. 9-u 3-ə bölürəm 3, x 4-ü 2-yə bölsəm x-in kvadratı qalır, y kvadratını y kvadratını bölsəm 1 qalır. Bərabərdir. Baxıram ki, bu hissə 4y 3x kvadratı nə cür ədəddir? Qarşılıqlı sadə. Qarşılıqlı sadə ədədlə EBOB nəyə bərabər olur? 1-ə bərabər olur. Yəni 3x kvadratı y kvadratı vurulsun 1 bərabərdir ilə 3x kvadratı y kvadratına. Doğru cavab A bəndi. 73. A çıx 2-nin kvadratı üstə gəlsin, B üstə gəl 3-ün kvadratı bərabər 0 olarsa, A üstə gəl B-ni tapın. Demək, bu nədir? Kvadratlar cəmi 0-a bərabərdir. Əgər kvadratlar cəmi 0-a bərabərdir, deməli, bu toplananlar özləri də ayrı-ayrılıqda 0-a bərabər olmalıdırlar. Yəni, A çıxılsın 2-nin kvadratı da 0 olacaq. Əgər A çıx 2-nin kvadratı 0-dırsa, deməli, A çıx 2 özü də 0-a bərabərdir. A bərabərdir buradan 2-yə. B üstə gəl 3-ün kvadratı 0-dırsa, deməli B üstə gəl 3 özü də 0-dır. Bunda alırıq ki, B nədir? -3. Bizdən A üstə gəl B-ni istəyirdi. Yəni 2 üstə gəlsin -3 bərabərdir -1. Cavab A bəndi. 74. Şəkilə əsasən x-i tapın. Tapaq, burada bizə 100 dərəcəli bir bucaq verir. Mən bu 100-ün qonşusunu taparam. Qonşusu neçə olacaq? 100-dürsə, qonşu olmalıdır 80 dərəcə. Burada 150 dərəcəli bucaq verib, 150-nin də qonşusunu tapıram. Buradan qonşusu da olacaq. Demək, 30 dərəcə. Cəm 180 olmalıdır çünki. İndi burada nə əmələ gəldi? Bir dənə 3 bucaq. 3 bucağın da daxili bucaqlarını cəmi bilirik. 180 dərəcədir. X üstə gəl 80, üstə gəl 30, bərabərdir 180. X da bərabər 180, 80 çıxıram 100, 100-dən də 30, 70 dərəcə. Doğru cavab A. 75 nömrəli tapşırıq. N, Y-ın Q-yə fərqi 4-ə bərabərdir. N, Y-ın Y-la Q-nun kəsişməsinin elementlərinin sayı 5-dir. Q-nun Y-a fərqinin elementlərinin sayı 6 olarsa, birləşmən elementlərinin sayını tapın. Bir düsturumuz var idi. N, Y birləşsin Q bərabərdir. N, Y-ın Q-yə fərqinin elementlərinin sayı üstə gəlinsin. Q-nun Y-a fərqinin elementlərinin sayı üstə gəlsin. Bunların kəsişməsinin elementlərinin sayı. Düsturda nə veribsə onu yazıram. Bizdən bunu istəyir. Y birləşsin Q-nun elementlərinin sayı bərabərdir. Y-ın Q-yə fərqinin elementin sayı 4-dür. Q-nun Y-a fərqinin elementin sayı 6-dır. Kəsişmə də 5-dir. Buradan da alırıq ki, birləşmən elementlərin sayı nəyə bərabərdir? 15-ə. Doğru cavab Y variantı. 76. İfadənin qiymətini tapın. Baxıram ki, böyük kök, yəni hər ikisi nə həddən böyükdür. Neçənci dərəcədən? 2-ci dərəcədəndir. Ona görə bunları hasil olduğuna görə bir kökün altı birləşdirə bilərəm. Yazıram 7 üstə gəlsin kök altında 33 vurulsun. 7 çıxılsın kök altında 33. Bərabərdir. Kök altında. Bu bizə nəyə xatırladır? A üstə gəl B, A çıx B. Yəni, A-nın kvadratı çıx B-nin kvadratını xatırladır. İndi gətirib onun yerinə yazacağım. Yəni, 7-nin kvadratı çıxılsın kök altında 33-ün kvadratı. 7-nin kvadratı 49-dur. Kökdə 33-ün kvadratı elə 33-dür. Köklə kvadrat getdi. 49-dan da 33 çıxanda qalır 16. 16-dan da kök çıxır neçə? 4. Cavabımız da elə burada 4 olmuş olur. 77 nömrə tapşırıq. A ilə B paraleldir. Yəqin ki, A budur, B də budur. X istəyir bizdən. Baxıram ki, bu nədir? Düz bucaqlıdır və paraleldirsə, bura 90 dərəcəli bucaq olmalıdır. Bu 90-ı çıxıram hələ ki. Bura 150 dərəcəsə, bunun qonşusu bu hissə neçə dərəcə olmalıdır? 30 dərəcə. Bura ümumi 90 idi. Bu 90-ın 30-unu veribsə, buraya qalan nə qədər olacaq? 60. Bura 60-dır, bura 90-dır. Deməli, avtomatik buraya 30 qalır. Bitdi.
Burada düz adi 3 bucaqdır. 3 bucağın da daxili bucaqların cəmi 180-dir. Hansıdır bucaqlar? 85, x və 30-dur. Yazırıq. X üstə gəlsin 85, üstə gəl 30 bərabərdir 180. X də bərabərdir. 180-dən 30 çıxırıq 150, 150-dən də 85 çıxanda 65 dərəcə. Doğru cavabımız olur 65 dərəcə. 78 nömrəli tapşırıq. A bərabər 2 üstü 4 vur 3 üstü 3 vur 7 üstü 5 ədədinin tək natural bölənlərinin sayını tapın deyir. Təkləri tapanda cütləri çıxıram. Təklər hansılardır? 3 üstü 3, 7 üstü 5-dir. Deməli, bunları tək bölən sayını hesablayanda qüvvətlərin üstə 1 gəlib vururam. 3 üstə gəl 1, 5 üstə gəl 1. 3 üstə 1 gəlim 4, 5-in üstünə 1 gəlim 6, 6 və 4 də 24 doğru cavab olmuş olur. 79 nömrəli tapşırıq. Malın qiyməti əvvəlcə 30% bahalaşdı. Sonra isə 50% ucuzlaşdı. Malın ilkinin qiyməti neçə faiz azaldı? Malın qiymətini 100% qəbul edirəm. Əgər 30% bahalaşıbsa, üstünə 30%-i gəlirəm. Demək, olur 130%. Əvvəl qiymət 100 idi, 30% bahalaşdı, oldu 130%. Sonra isə 50% ucuzlaşdı. 130-un 50%-ini tapıram, 50-yə vurub bölürəm 100-ə. Sıfırlar gedir, 13-ü 5-ə vuranda qalır 65%. Əgər bu aldığımız cavab 100-dən kiçikdirsə, 100-dən bu aldığımız cavabı çıxırıq. 100 çıx 65 bərabərdir 35%. Deməli, malın ilkin qiyməti 35% azalmış oldu. Doğru cavab 35%. 80 nömrəli tapşırıq. X kvadratı çıx AX üstə gəl 17 çoxhədlisinin ən kiçik qiyməti 8-ə bərabər olarsa, A-nın modulunu tapın. Ən kiçik qiymət necə hesablanır? N bərabərdir 4AC minus B-nin kvadratı bölünsün 4A ilə və bu da 8-ə bərabərdir. Yəni 4 vurulsun A 1-dir, C də 17. Çıxılsın B nədir? A. A-nın kvadratı bölünsün 4 vurulsun 1. Bərabərdir 8. 4-ü 17-yə vuranda 68. 68 çıxılsın A-nın kvadratı bərabərdir 32. Buradan alırıq ki, A-nın kvadratı bərabərdir 36. A da bərabərdir 6. 81, 42 faizi 210 ədədi tapın. Faizə görə ədəd taparkən ədədi faiz göstərən ədədə bölürük, vururuq 100%. Bərabərdir. 21 ilə 42 ixtisar gedir. Burada 2 qalır. Mini də bölürük 2-yə olur 500. Doğru cavabımız 500'dür. 82 nömrəli tapşırıq. Fx bərabər 3 fx minus 1 plus 1 bölü 3 və f0 0 olarsa f3'ü tapın. Burada ilk öncə f1 hesablayıram. F1 bərabərdir. Burada 0 yazacağım. F0 0'a bərabərdir axı. Buradan olur ki 3 f0 üstə gəl 1 bölünsün 3 bərabər olur 3'də 1'ə. İndi f'in yerinə, daha doğrusu burada f0. F1 yazıram. F1 bərabər olur 3 f1 F1 üstə gəlinsin 1 bölünsün 3 bərabərdir. 3 vurulsun. F1 neçə idi? 3'də 1. Üstə gəlinsin 1 böl 3. 3'lər gedir. Qalır 1 üstə gəl 1. Yəni 2 böl 3. 3'də 2. F3'ü tapaq. F3 bərabərdir 3 F1 üstə gəlinsin 1 bölünsün 3 bərabər 3 vurulsun. F1 neçə tapmışsaq 3'də 2. Üstə gəl 1 bölünsün 3. 3 ilə 3 ixtisar gedir. 2 üstə gəl 1 3 eləyir. 3'ü də 3'ə böləndə qalır cavabımız 1. Doğru cavab 1'dir. 83. 420'ni nə qədər artırmaq lazımdır ki, onun 52% 260 olsun. Burada nə edirik? 420'ni nə qədər artırmaq lazımdır? Üstünə x gəlirəm. Və 52% deyirsə 52'yə vurub 100'ə bölürəm. Və 52% bərabər olsun deyir 260'a. Tənlik alındı. Buradan yazıram ki 420 üstə gəl x vurulsun 52 bərabərdir 260'ı vururuq 100'ə. Buradan da 420 üstə gəl x bərabərdir 26 mini 52'yə böləndə cavabda 500 qalır. X də burada bərabərdir 500 çıx 420 80. Deməli 420'nin 80 vahid artırsa onun 52% 260 olacaq. 84 nömrəli tapşırıq. A sıfırdan kiçikdir, modul A 4'dür. Modul B2 olarsa A 2A
Üstəgəlsin B-nin kvadratı ifadəsinin qiymətini tapın. A sıfırdan kiçikdir və modul A bərabər 4-dür. Biz bilirik ki, modul A bərabərdir 4-də. A 4-də ola bilər, A mənfi 4-də ola bilər. Çünki modulda 4-dən də 4 çıxır, modulda mənfi 4-dən də 4 çıxır. Amma burada bizə şərtdə A-nın sıfırdan kiçiyi verilənə görə deməli A neçə olmalıdır? Mənfi 4. 2 vurulsun mənfi 4 üstəgəlsin. Modul B 2-dirsə, modul B 2-dirsə, yəni B burada 2-də ola bilər, B burada mənfi 2-də ola bilər. Amma bizə şərtdə onun mənfi olduğunu vermədiyinə görə biz onu moduldan müsbət qiymətini götürürük. Buraya yazıram, mənfi də götürsə əslində heç bir fərq olmaz, çünki burada kvadratını verib onsuz da. Olacaq 2-nin kvadratı. Bərabərdir, 2-ni 4-ə vuruq, mənfi 8, üstəgəl 2-nin kvadratı 4. Cavabımız olur mənfi 4. 85 nömrəli tapşırığa baxaq. Şəklə əsasən x tapın. Baxıram ki, burada 2 dənə düzbucaqlı üçbucaq var. Bu birinci üçbucağımızdır. Bunun hipotenuzu və bir kateti verilib. Digərdə isə digər düzbucaqlı üçbucaq bu hissədir. Burada nə hipotenuz, nə bir katet verilməyib, sadəcə bir dənə katet verilib. Ona görə biz nə edirik? Bu birinci üçbucaqda, bu birinci üçbucaqda. Buradan digər kateti tapıram. Buraya y yazaq. Y tapmaq üçün bilirəm ki, kök altında hipotenuzun kvadratından çıxmaq lazımdır digər katetin kvadratını. 15-in kvadratı olur 225. 225-dən çıxırıq 7-nin kvadratı 49-u. Burada qalır kök altında 225-dən 49 çıxanı 176. 176-dan kök çıxan olduğu kimi saxlayıram. Yəni y bərabər kök altı 176-ya. İndi digər düzbucaqlı üçbucağa görə kateti tapa bilərəm. X bərabər kök altında hipotenuzun kvadratı, hipotenuz nədir? Kök altında 176. Bunun kvadratı çıxılsın digərinin kvadratı, 12-nin kvadratı. Bərabərdir kök altında. Kökdə 176-nın kvadratı bizə verir elə 176. 12-nin kvadratı 144 verir. 176-dan da 144 çıxanda qalır 32. 32 də kökdən necə çıxarda bilərəm? Parçalayarım. 16 vurulsun 2 şəklində yazaram. 16-dan kök çıxır 4, 2 də qalır kökün altında. Cavabımız olur 4 kökdə 2.